Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə sobada toyuğun döşətinlə lülə kabab hazırlayacağıq. Burada bizim nələrimiz var? Gördüyünüz kimi 1 kilo döşəti, siz istəsəniz yarım kilo istifadə edə bilərsiniz. Duz, suxarik, mən ev çörəyindən suxarik hazırladım. Qurutdum, xırdaladım blenderdən. Bax belə suxarik alındı. Siz istəsəniz mağazadan da ala bilərsiniz. Burada kərə yağımız, duru yağımız, soğan, paprika, acı biber, acı qırmızı biber, şirin üyüdülmüş biber, sarı kök, cəfərimiz, bir də blenderimiz. İndi ətimizi doğrayıb, soğanı hamısını doğrayıb blenderdən keçirdib, bu gördüyünüz bütün ərzaqları içinə əlavə edib möhkəm qatacağıq. Əti, soğanı, cəfərini blenderdən keçirdik. İndi qalan ərzaqlarımızı içərisinə əlavə edək. Mən nar şərab da əlavə edirəm. İstəsəniz alça, turşusu da əlavə edə bilərsiniz. İstəmirsinizsə əlavə etməyə bilərsiniz. 2 xörək qaşığı nar şərab əlavə etdim. Belə bir soba listimiz var. İçərisinə yağlı kağız sərmişik. İndi bu hazırladığımız çəkilmiş əti içərisinə əlavə edək. Əgər sobanız yoxdursa, tavada da qızarda bilərsiniz. Lülə kabab formasında edib belə tavada qızarda bilərsiniz. Budur belə hazırladıq. Əvvəlcədən isidilmiş 170 dərəcəli sobamıza göndərək pişsin. Alt üst eyni rejimdə pişəcəkdir. Yaxşı qırmızı qızarandan sonra götürəcəyik. Soba kababımız hazırdır. Çox gözəl, möhtəşəm alındı. Burada da hazır doğranmış soğan, cəfəri, bir də ədviyalar var. Hazır pişmiş belə balaca yuxalarımız var. İndi kababımızı yuxalarımızın arasına qoyub bəzəyək. Artıq kababımızı bəzədik. Çox gözəl, möhtəşəm alındı.
Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın. Siz də mənim kimi belə evdə kabab hazırlayın, soba kababı. Əgər sobada hazırlamaq istəmirsinizsə, tavada da hazırlaya bilərsiniz.